efirdeyiz. Ön cəbhə, mövqe savaşı, mərmilərin yağışı, toz, duman, barut qoxusu səngilir topların atışı. Sağ cinah keçir hücuma, ölüm qasırğası tək, üz-üzə qarşı-qarşıya ekipaj savaşır tək-bətək. Sizey savaş aslanı, ölüm saçan yolcular, tarih yazan her yazan, yenilmeyen tankçılar. Sizey savaş aslanı, ölüm saçan yolcular, tarih yazan her yazan, yenilmeyen tankçılar. Yol açır yenə öndədir, tabur yarıb cəbhəni. Ard-arda yaylım ateşi, irəli komandir, irəli. Son qərar yol yox geriyə, vətən sizə əmanət. Göz yolda, barmaq tətikdə, qələbə, qələbə, qələbə. Sizey savaş aslanı, ölüm saçan yolcular, tarih yazan her yazan, yenilmeyen tankçılar. Sizey savaş aslanı, ölüm saçan yolcular, tarih yazan her yazan, yenilmeyen tankçılar. Sizey savaş aslanı, ölüm saçan yolcular, tarih yazan her yazan, yenilmeyen tankçılar. Sizey savaş aslanı, ölüm saçan yolcular, tarih yazan her yazan, yenilmeyen tankçılar. Sizey savaş aslanları, ölüm saçan yolçular, tarih yazan, herb yazan, yenilmeyen tankçılar, yenilmeyen tankçılar, yenilmeyen tankçılar. Təşəkkür edirəm Çox sağ olun. Respublikanın əməkdar artisti Təşəkkür edirəm. Zaur Əmraslanov. Çox sağ olun. Gözəl nəğməyə görə. Çox sağ olun. Şahin Musoğlu'ya təşəkkür edirik. Mənə 2 dənə mahnı hədiyyə etmişdi. Birinci batalyon və tankçılar. Siz də çox sağ olun dəvətiniz üçün. Allah qardaşımızdan razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Gününüz uğurlu olsun dostlar. MTV kanalının daimi dəyərli izləyiciləri gəlmişik. Gəlmişik, danışacağıq, bol-bol danışacağıq, söhbətləşəcəyik. Əsas odur ki, siz bizə baxırsınız, biz də başladıq. Bugün ayın 26-sıdır. Sentyabr ayının 26-sı. Biz elə 26-sından başlamışıq. Ruhumuz 26-sından başlayıb. Vətən müharibəsinin hazırlığına, vətən müharibəsinin başlamağına mənim fikrimcə elə 26-sından başlamışıq. Çünki biz hər birimiz bugünə hazır idik. Hər birimiz sabahki o böyük vətən müharibəsi bizim üçün olan böyük bir addıma hazır idik. Həm mənəvi hazır idik, həm fiziki hazır idik, hər cür hazır idik. Elə bugün də özümüzə borc bilib, bəli, müharibədən danışacağıq, vətən müharibəsindən danışacağıq, şəhidlərimizdən danışacağıq. Bu yolda
əməyi, zəhməti olan hər kəsdən danışacağıq. Əsas odur ki, bizə baxın və qonaqları sizə təqdim etmək istəyirəm. Bəli, Nəsibə xanım, şairəmiz. Nəsibə xanım, xoş gəlmişsiniz. Bizim əziz dostumuz. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Məni bugün dəvət elədiyiniz üçün mən sizə çox minnətdaram Lamiyə xanım. Çünki vətənpərvər bir şairə ancaq belə günlərdə ürək sözünü demək istəyir. Siz inanın ki, bugünkü verilişə siz məni dəvət eləyəndə mən dünən şəhid anaları ilə əlaqəm var idi. Hamısı deyir ki, biz o verilişə baxacaq, görək veriliş necə keçir. İllər keçir, 1000 illər də keçsə, ananın ürəyindəki yara yaradır. Hər kəs bu günlərin həyəcanını yaşayır, stresini yaşayır. İstəyir, nə qədər, mən sizə maraqlı bir şey deyim, mənim anamın atası müharibəyə getmişdi, gəlməmişdi. Anam rəhmətə gedəndə soruşduq ki, bir arzun xəstə idi, bir dərdin, dedi ki, bala, atamı istəyirəm. Allah şəhidlərimizi rəhmət eləsin. Şəhid analarımıza səbir diləyirəm. Qazi qardaşımız buradadır. Bəli. Mən ona... Ceyhun Ağayev. Ceyhun Ağayev 3-cü dərəcəli müharibə əlillidir, qazidir. Ceyhun qardaş, xoş gəlmişsiniz. Salam, hər birinizi salamlayıram. Özümlədən efir arxasından izləyən bütün Azərbaycan xalqını salamlayıram. Mən də sizin kanalın rəhbərliyinə 44 günlük Vətən müharibəsinin ilk qığılcımlarının yarandığı gün, 26-sı günü məhz Qarabağ müharibə əlillərini, şəhid ailələrini yad etdiyiniz üçün və onlardan bəhs edəcəyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Heç ehtiyac yoxdur, təşəkkür edirəm. Bu bizim borcumuzdur. Biz heç unutmuruq ki, biz demək olar ki, hər gün onlar haqqında danışırıq, hər gün sizin haqqınızda danışırıq. Bu bizim vətəndaş borcumuzdur, sizə dua eləmək, şəhidlərimizə rəhmət diləmək. Bu bizim vətəndaş borcumuzdur. Döyüşlərdə iştirak eləmək, döyüşlərdə şəhadətə qovuşmuş və müharibə iştirakçıları üçün şərəf borcu idi. Çünki insan bütün növ borclardan yayına bilər. Bütün borclardan yayına bilər, amma insan şərəf borcundan yayına bilməz. Və onlar üçün də qürur olan Azərbaycan xalqının onları unutmamağıdır, onları xatırlamağıdır. Bizim müharibə iştirakçılarının da, şəhid ailələrində tək hissəkləri onların övladlarının qəhrəmanlığının unudulmamasıdır. Təbii ki, 27 sentyabrı Cənab Ali Başkomandan dekabr ayının 2-sində qərar verəndə ki, anım günü kimi qeyd edilsin, bu bütün müharibədə iştirak etmiş müharibə iştirakçıları üçün böyük bir qürur oldu. Amma deyərdim ki, bizim üçün həm də 27 sentyabr şərəf günüdür. Şərəf, bəli. Çünki mən 16 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişəm və xidmətimiz müddət ərzində Ali Başkomandanın irəli komandasını gözləmişik. Təbii ki, vahid komandanlıq altında xidmət edən bir ordu yalnız komanda üzərində hərəkət edə bilər. Təbii ki, 30 il idi ki, bizim o torpaqları alacaq övladlarımız var idi, o cəsarətimiz, o şücaətimiz var idi. Amma nəyin və nə zaman ediləcəyini Ali Başkomandan bildiyi üçün məhz bu günü qərar verdi. 26 sentyabr axşam saatlarında artıq düşmən cəbhəsində hərəkətlilik, böyük hərəkətlilik gördükdə Azərbaycan Silahlı Qüvvələri bir nömrəli döyüş həyəcanı alaraq aktiv vəziyyətə gətirildi və biz də artıq gecə saatları idi, saat 2-3 radələrində bizə bir nömrəli döyüş həyəcanı verildi və hərbiçilərin böyük əksəriyyətləri ailələri ilə döyüş bölgələrində qalırdılar. Komanda verildi ki, ailələrinizi çıxardın. Sözün açığı bir növ bunun da bir təlim olduğunu, çünki biz 16 il xidmət ərzində dəfələrlə bu təlimləri keçmişdik. Dəfələrlə döyüş həyəcanı, ayda demək olar ki, bir neçə dəfə bir nömrəli döyüş həyəcanı. Çünki müharibə, təlimdə tökülən tər, müharibədə qazanan zəfərdir. Ona görə biz Azərbaycan ordusu dəfələrlə bu təlimləri keçmişdi deyə 4 il ərzində Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunun dizini 44 gün ərzində yerə qoydu. Bəli, hələ söhbətimiz çox olacaq sizlə. Mən Nuriyə xanımı dəvət eləmək istəyirəm. Nəsibə xanım, icazənizlə Respublikanın əməkdar artisti, əziz dostumuz, gözəl xanım, gözəl ana, mahnı ilə gəlsin. Xoş gəldiniz.
babəki sal ya da sən, qoyma vətən cismən ola ya da sən, vətən darda yetişindi dada sən. Aman Allah nə çox imiş zillətim, hünər göstər mənim igid millətim. Aman Allah nə çox imiş zillətim, hünər göstər mənim igid millətim. Qarabağın Qarabağdı oyandı, yağı düşmən aldanına boyandı. Qarabağım Azərbaycandı indi, düşmən sustu sevənlərim sevindi. Bax bu idi mənim arzum niyyətim, gözün aydın mənim igid millətim. Bax bu idi mənim arzum niyyətim, gözün aydın mənim igid millətim. Axıdılan bu günahsız qana bax, Gəncə tər-tər bərdə dörd bir yana bax. Şəhidlərə indi yana bax, yerə göyə daha sığmır hiddətim, hünər göstər mənim igid millətim. Yerə göyə daha sığmır hiddətim, hünər göstər mənim igid millətim. Qarabağın Qarabağdı oyandı, yağı düşmən aldanına boyandı. Qarabağım Azərbaycandı indi, düşmən sustu sevənlərim sevindi. Bax bu idi mənim arzum niyyətim, gözün aydın mənim igid millətim. Bax bu idi mənim arzum niyyətim, gözün aydın mənim igid millətim. Bax bu idi mənim arzum niyyətim, gözün aydın mənim igid millətim. Bax bu idi mənim arzum niyyətim, gözün aydın mənim igid millətim. Çox təşəkkür edirəm. Gözün aydın doğrudan. Bu gözəl qələbə nəğməsi ilə gəldiniz verilişimizə. Gözünüz aydın hamımızın ki, bütöv Azərbaycanıq və biz sözümüzü dedik. Bir şey Bax, bu demək igidlərin istəyirəm. sayəsində. Çox üzr istəyirəm. İllər öncə Nuriyə xanımı gördüm, o yadıma düşdü. Mənim ilk mahnımı Nuriyə xanım səsləndirmişdi. Türk oğlu, ayağa qalx vətən oğlu, ayağa qalx qoç Koroğlu, torpağını, bayrağını qorumalı Türkün oğlu. Mən qələmlə, sən qılınçla qorumalı bu vətəni. Qovmalıyıq yurdumuzdan nankör çıxan o qədəni. Hardasa bir 20 il var da Nuriyə xanım, 18. Bəli. Mən salamlayıram. Xoş gəlmisiniz Nuriyə xanım. Bizi seyr edən bütün tamaşaçıları və burada gözəl bir proqram mənim üçün əziz olan dəyərli insanlar, hər birinizi görmək mənim üçün xoşdur. Təbii ki, heç biz bu günləri unutmuruq, həmişə yadımızdadır. Yəni, müharibə elə bir şeydir ki, müharibə istirahət mərkəzi deyil. Müharibə ölüm itimdir. Müharibə bir ömür əlil olub yaşamaqdır. Bir ömür pasteldə, yorğan döşəkdə qalmaq deməkdir. Və bütün bunların fonunda amma bu millət necə ölümün gözünə dik baxaraq bir yumruq altında birləşdi. Yəni elə bir coşku, elə bir həvəs, elə bir içində insanlarımızın, bizim Azərbaycan igid oğullarının içində elə bir sevgi var idi ki, sanki belə bir kefə gedirlər. Amma müharibədir bu. Biz 26-sından ruhumuz hazır idi. Və getdilər. Mən sizə bir söz deyim. İnsanın ruh çox önəmli bir şeydir. Ruh sağlamdırsa, ruh içində düşünür ki, mən qazanacağam, mən qələbəyə doğru gedirəm və bu ruhla hər kəs birləşirsə, o milli birlik, hər kəsin dövlətin yanında olması, bütün bunlar ordunun yanında olması və bizim millət bunu etdi və bu yumruq altında, dəmir yumruq altında müharibəyə doğru getdi. Böyük bir zəfərə gedən yola çıxdı və qazandı. Mən əlbəttə ki,
bizim bir gözümüz ağlayırdı, bir gözümüz sevinirdi. Çünki ağlayırdıq, şəhidlərimiz, qazilərimiz olurdu. Biz ona dözəmirdik. Hər kəs evində göz yaşı tökürdü. Amma televizorun önündə dayanırdıq. Biz cənab prezidentin hansı kənd, hansı qəsəbə, hansı kənd, hansı rayon alındı sözünü eşidəndə hər kəs sevincindən bilmirdi nə etsin, yerə göyə sığmırdı. Doğrudan da çox qəribə elə bir yuxu idi. Belə gəldi, keçdi, getdi. Amma o illər çox qəribə idi. Yəni nə qədər keçir ki, 5 il keçir də üstündən 5 il. cəmisi. Bu il 5 illikdir. Amma nə qədər biz həyəcanla sevinci birləşdirmişdik. Tarix Kədərlə yaşadı. sevinci birləşdirmişdik və məsələ o illərdə Azərbaycan xalqı, Azərbaycan dövləti, ordusu bir tarix yazdı. Əsrin tarixini yazdı və bu bizi sevindirir, qürurlandırır. Təbii ki, müharibədə ölüm bitim var. Təbii ki, mənim oğlum da müharibədə idi. Heç o bizə demirdi. 26-sı axşam gəldi bizə, həyətdə bağda kabab çəkdi, hamını yığdı bir yerə, oturdu. Hərbiçi idi. Hərbi həkim idi onda. Hərbi Hərbidə həkim. həkim işləyirdi. Oturdu, dedi, güldü, danışdı, şən. Bir də mənə onda dedi ki, mama, mən paltarlarımı ana yığ, mən sabah səhər ola bilsin ki, gedirəm, 3-4 gün gəlməyəcəm. Və mən dedim, niyə? Dedim, nə bilim, ola bilər ki, bizi buraxmasınlar. Heç hələ tam elan olunmamışdı ki, müharibə başlayır. Çünki məxfi idi, amma ara sıra belə ümumi hər kəs məlumatlı idi. Və səhər tezdən biz bunu yola saldıq, getdi. Biraz keçdi, baxdıq ki, bütün media, mətbuat hər yerdə, televiziya, yəni artıq ordu keçir, ordu daxil olur, ordu sürətlə irəliləyir falan. Ondan sonra mən başa düşdüm ki, burada nə var. Təbii, oradan sonra başladı, çox üzr istəyirəm. Bizim evladlarımız, nəinki mənim öz evladım, mənim bacımın oğlu, kürəkənim, oğlum, hamısı müharibədə idi. Amma bütün bunlara baxmayaraq, biz hər gün harda bir, məsələn, mən yemək hazırlayırdım, hər gün yemək daşıyırdım hərbi hospitala. Apardım, oradan verirdim, deyirdim ki, ola bilsin ki, yəni bu mənim bacardığımdır, bu bildiyimdir, əlimdən nə gəlirsə, baxmayaraq ki, uşağım da oradaydı, amma bütün hallarda, bilirsiniz necədir? Yenə də deyirəm, birlik çox böyük, birlik çox önəmli bir şeydir. Yəni, bir kəndiri belə dartarsan qırılar, amma ona nə qədər əlavələr etsən, onu 100 güc də gələ, onu darta qıra bilməz. Yəni, həqiqətən də bu belə oldu və əlbəttə ki, mən öz sözümü deyib bitirəcəm. Cənab prezidentimiz sağ olsun, gözəl bir siyasətlə, gözəl bir o gedişlə biz qələbəni qazandıq. Təbii ki, siyasi baxışlar düzgün olmasa, nəinki 3000 şəhid, 10.000 də şəhid versən, biz bunu görürük, izləyirik, hər gün biz bunların içindəyik. 10.000 şəhid də versən, qazi də yaralansa, gəlsə, nə bilim, nə olur olsun, sən yenə qazana bilməzsən. Çünki biz bu dünyada, bu planetdə, biz də bu planetin bir zərrəsiyik. O baxımdan da vətənimizi qorumaq, ölkəmizi qorumaq, dövlətimizin hər zaman yanında olmaq, millətimizin milli mənəvi dəyərlərini qoruyub saxlamaq hər bir vətəndaşın borcudur və yenə də söylürəm, siyasi baxışların düzgünlüyü, o gedişat da çox yüksək səviyyədə idi ki, biz bugün bu şeylərə nail olduq. Nail olduq, bəli. Deyirsiniz, oğlum gəldi, heç nə demədən, hamını yığdı başını. Doğrudan da bu igidlər heç biri ağzını açıb söz demədilər. Bilən də, bilməyən də, o xəbəri olan da ki, gedəcək. Şeyxun deyir ki, bizə dedilər ki, düzdürmü? Ailələrinizi çıxardın, biz yenə elə bildik təlim idi. Amma bilirdilər ki, nəsə başlayır. Yəni, onlar da danışmırdı. Heç kim demirdi, heç kim səsini çıxartmırdı. Bizim də ailədən 2 nəfər, həm bibimin oğlu, həm də onun oğlu. Həm ata bala, ikisi də oradaydılar. Bibimin nəvəsi Laçına qədər getdilər vuruşa-vuruşa. Yəni, bibimin gəlinə söz deyəndə deyirdi ki, siz narahatsız bir adam üçün mənim evimdən həm yoldaşım gedib, həm oğlum gedibdir. Yəni, bu o qədər qürur vericidir. Mən də fəxr edirdim ki, mənim qardaşlarım oradadır. Əlbəttə ki, o çox önəmlidir. Lamiyə xanım, mənim yadımdadır ki, müharibədən 20 gün keçmişdi. Artıq Azərbaycan ordusu uğurla irəliləyirdi, zəfərlər əldə edirdi. 20 gün keçmişdi. Bu 20 gündən sonra oğlum yenə gəldi evə.
əyin baş biz aparırdıq da, orada verirdik, qapıdan dəyişir. Gəldi evə. Mən elə təəccüb elədim ki, müharibə gedir hələ bitməyib. Bu nə əcəb gəldi evə. Axşam gəldi evə, elə qaldı evdə. Səhər tezdən idi. Dedi, durdu, veşin-vüşünü yığdı hamısını. Dedi ki, mən gedirəm. Dedim, hara gedirsən? Dedi ki, hələ bilmirəm hara gedirik. İndi gedirəm ora görüm nə deyəcəklər. Amma özü bilir hara gedir də. Hə, demirdilər, demir. Hə, amma bilirdi. Amma o gedəndə mənə dedi ki, mama, heç nə ağla, nə sızla, heç oradakıların heç biri səndən əskik qadın deyil. Hamının balası var, hamının balası gedib. Mən göydən düşməmişəm ki. Hamı gedir. Mən gedirəm xəstələri, yaralıları Bakıya gətirinə qədər. Onlar yolda çoxsu qan itirməkdən keçinirlər. Biz elə orada yerindəcə onları xilas etməliyik. Orada səhra hospitalları yaratdılar. Onlar orada nə qədər çox ağır bir şəraitdə əməliyyatlar eləyirdilər. Bizim igidləri o nə bilim bu çətinlikdən xilas eləyirdilər. Yəni həkimlərin də əməyi çox böyükdür. Hər kəsin əməyi böyükdür. Mən ona görə deyirəm ki, mən bu günləri, bugünkü gün əslində bayaq reklam arası danışırdıq. Mənim böyük oğlumun doğum günüdür. Çox üzr istəyirəm böyüklərdən, çox üzr istəyirəm. Mən səbəbi var deyirəm, onu təbrik eləmək üçün demirəm. Yəni onun da təbrikə ehtiyacı var. Hər birimizin evladının anadan olan günü var. Bugünkü gün 26-sı, yəni istər efirdə, istər evdə, mən ruhən 5 ildir ki, ancaq məndə o sabahki günə hazırlıq gedir. Çox qəribə bir şeydir. Və evdə də 2 oğul var deyə, elə onların üzünə baxıb düşünürəm ki, bunlar, o gün deyirəm ki, siz xoşbəxt evladlarsınız, xoşbəxtsiz. Siz baxın, gəldi sizin yaşınız gəlib çatanda torpaqlar bütövdür. Yəni siz oğuldular da, getməlidirlər, vuruşmalıdırlar da. Yəni inanın Nuriyə xanım, 26-sı 20-ci il. Mən o ad günü olan uşağın 9 yaşı olurdu. Ona da icazə verirdilər, 2 nəfər, 3 nəfər saat 12-yə qədər hardasa otura bilərdik. Biz ailecə 4 nəfər, 5 nəfər getdik, tort kəsib. Uşaqda axı deyir, mənim ad günüm olmayacaq. Heç nə başa düşmürdü. Nə pandemiyanın başı salmaq olurdu körpələrə, nə müharibəni, heç nə. Getdik, orada bir tort kəsdik, çay içdik, qayıtdıq, sakitcə gəldik evə. Elə bir his var idi ürəyimdə. Götürdüm, bax, indi baxsaz mənim sosial şəbəkəmdə, Instagramımda 26-sı axşam 12-də biri işləmiş, paylaşım eləmişəm. Bir uşaq çıxdı qabağıma, Qarabağ şikəstəsi oxuyurdu. Balaca uşaq idi, qəribə bir Qarabağ şikəstəsi oxuyurdu, indi də bilmirəm kimdir. Onu mən götürdüm, paylaşdım, biri işləmiş və altda yazdım ki, yolumuz Qarabağadır. Bax, məni tanıyanlar hamısı bilir. Çünki mənə gecə ilə yığdılar ki, nə olub? Dedim, ürəyimdən gəlir də. Dedilər, o bugün Nicatın ad günüdür, sən də elə-belə paylaşmışsan da biraz belə ürəksiz. Dedim, yox, bax, əsl ürək buradadır. Yolumuz Qarabağa, inşallah ki, yolumuz Qarabağadır. Səhər 6-da durdum, bizim eyvanımız baxır hospitala, hərbi hospitala. 6-da durmuşam, yata bilmirəm, amma heç bir xəbərimiz də yox idi, nəsə olacaqdı. Sadəcə o ana qəlbi, bacı qəlbi, bütün bizim, baxın, o şəhidlər evdən yox, eldən gedib. O şəhidlər hamımızındır. Bu qazilər, bu qardaşlar hamımızın qardaşıdır. Baxdım ki, hospitala artıq təcili yardımlar gəlir. Televizoru açdım ki, artıq xəbər ki, saat 7-8-də artıq briefing idi. Bilmirdik, xoşbəxtdik, bilmirdik. O müharibə bədbəxtçilikdir. Ağlamaq da var idi, sevinç də var idi, hər ikisi. Müharibə bizim üçün böyük bir bədbəxtçilikdir. Tək bizim üçün yox, bütün dünya üçün bədbəxtçilikdir. Amma biz bilmirdik, biz onun içində həm də xoşbəxtlik yaşayırdıq ki, axı biz buna ruhən hazırıq. Reklamların vaxtıdır, reklamlardan sonra söhbət eləyəcəyik, qəşəng söhbətlərimiz, maraqlı söhbətlərimiz var. Baxaq. Günorta efirdəyik. O qara geyimli sevgiliniz var,
Biz cavan qalacaq, yaşayacaqsınız. Birinci batalyon, birinci batalyon, birinci batalyon. Birinci batalyon, birinci batalyon, birinci batalyon. Fəxr edir sizinlə yurdumuz, yurdumuz. Alacaq qisası ordumuz, ordumuz. Yazıldı tarixə qanızla, qanızla. Birinci batalyon adınız, adınız. Yazıldı tarixə qanızla, qanızla. Birinci batalyon adınız, adınız. Ruhunuz dolaşır kərki cahanda, Daşaltı Cəmilli qərib Şuşanda. Bakıda şəhidlər xiyabanında adınız səsləyir bizi irəli. Birinci batalyon, birinci batalyon, birinci batalyon. Birinci batalyon, birinci batalyon, birinci batalyon. Fəxr edir sizinlə yurdumuz, yurdumuz. Alacaq qisası ordumuz, ordumuz. Yazıldı tarixə qanızla, qanızla. Birinci batalyon adınız, adınız. 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 Birinci batalyon adınız, adınız. Çox sağ ol mahnıya görə. Çox sağ olun, Bu təşəkkür birinci edirəm. batalyon Bu simvolik, Simvolik. ilk birinci Qarabağ müharibəsinin birinci batalyon deyilən bir bayıl batalyonu idi deyəsən. Onlara həsr olunub. Orada da çoxlu itkilər olub. O indi bütün deyir yazıldı. yazıldı adınız. Alacaq qisası. Qisası. Yəni bu sözlər artıq keçmiş zamanda olsa da niyə dəyişmirəm bu sözləri? Çünki bu sözlərin öz enerjisi var. Bəli. Öz bir Şəmistən Əli Zamanlı gözəl sənətkarımız ifa eləmişdi bu mahnını. Tamam başqa cür ifa eləmişdi. O da bizim əzizimizdir. Biz də onun mahnılarla böyümüşük. Əlbəttə ki. Şahin Musaoğlu'ya təşəkkür edirəm. İgid Əskər Möhkəm Dayan mahnısı. Bəli, Hamısının Şahin müəllim bəlkə də deyərdim yeganə bəstəkardır ki, məhz həm də xüsusilə həkimdir, şairdir. Həkim, şair. Bu mahnıları yenidən aranjman elətdirdi ki, mahnılar yaşasın, ölməsin. Amma biz bunu yazdıranda hələ Çox bu gözəl. zəfər, qələbə sevincimiz hələ Ancaq və olmamışdı. ancaq hərbi mahnılar yazır və Bəli, biri-birindən bəli, çox gözəl. gözəl. Vaxtında Səngər- da bizi səngərə
ruhlandıran. Bir yaxşı bizi- sözü var Şahin müəllimin ki, səngərdə olmayan adam bu mahnını heç vaxt yaxşı oxuya bilməz. Mən çalışmışam o effekti verim, amma orada olanlar başqa cür ifa edirdi bu mahnını. Düzdür, mən razı, amma qardaşın da həkimdir. Bəli, qardaşım Sərhəd Zaurun qardaşı da qoşunlarında həkimdir. mayordur artıq. Allah dövlətimizi var eləsin. Sərhəd qoşunlarında diş həkimi olsa da, stomatoloq olsa da, o da Zəngilan bölgəsində çox heç vaxt demir bunu, amma mən borcumdur. Bizi çox qorxutdu. Həm də nə bilim, onun da 2 övladı var. Hamının qardaşlarımızın ailələri var. Heç kimdən artıq deyil. Sadəcə heç vaxt yadımdan çıxmaz. Mənə zəng elədi ki, biz futbol oynamağa başlayırıq artıq. Mən də o qədər biz tərbiyə almışıq ki, Sovet dönəmindən. Mən zəng elədi ki, narahat qalmayın, biz futbola gedirik, oyuna giririk artıq. Dedim, nə oyun, nə danışırsan, nə futbol vaxtıdır, deyirəm, siz orada nə ilə məşğulsunuz? Ad boy verdi de, sağ ol. Bildiniz nətər, yəni. Amma o, görürsən, mən deyirəm, demirdilər. Kodlu heç sözlər biri. idi ki, yəni ki, başqa cür deyə bilməzdi onu. O heç vaxt yadımdan çıxmaz mənim. Ən mənim sevmədiyim söz idi. Amma bir tərəfdən də var olsun müzəffər dövlətimiz ki, boş yerə olmadı o itkilər. Ceyhun, Bilirsiniz, bayaqları qardaş da dedi, təbliğat böyük önəm daşıyır. Vətənpərvərliyin təbliğatı ilk növbədə məktəblərdən. Biz çünki məktəblərdən gördük. Daha ondan da öncə uşaq ikən Çingiz Mustafayevin kadrlarından xalqımıza qarşı olunan zülmü, zilləti görmüşdük və müharibəyə qoşulan ordunun böyük əksəriyyəti uşaqlığından qisas hissi ilə yaşayan gənclər idi. Və məktəblərdə vaxtında, zamanında Koroğlu dastanlarını, Qaçaq Nəbinin dastanlarını dinləyənlər indi mən çox sevinirəm ki, Hətəmxanların, Feyzilərin, Əlilərin dastanlarını dinləyəcəklər. Çünki onların hər birisinin ayrı-ayrılıqda bir xatirəsi, ayrı-ayrılıqda bir tarixi var. sizin qardaşınız da sizinlə birgə döyüşübdür və indi də hərbi xidmətdədir. Bəli, mənim qardaşım da mənlə bir tabordaydı. Siz batalyon dediyiniz, o vaxt batalyon idi, indi tabor kimi gedir. Bir tabordaydı və mən sentyabrın 29-u birinci dəfə yaralanıb Qoşpitala getdikdən sonra 4 gün... Suqovuşanda yaralanmışsınız? Suqovuşan istiqamətində, bəli. Birinci yaralanmam olub, orada bizim hərbiçilərin Qoşa Turba deyilən yer var, orada yaralanmışam. Və 4 gündən sonra artıq eşitdim ki, qardaşım da bir növ bunun da bir qisasını almaq məqsədi ilə mübarizəyə qatılır. Və sənətimdə yazdım ki, imtina edirəm Qoşpitaldan və məni yenidən ora göndərməyinizi xahiş edirəm. Göndərdilər və noyabrın 1-də artıq biz Suqovuşana digər taboru dəyişməyə gedərkən məktəb var, Suqovuşandakı indiki məktəb var. Onun yanında gecə saatlarında 10 nəfərlik qruplarla keçirdik, 10 qruplarla. Düşmən bizi təyin elədi, yerimizi təyin elədi və artilleriya atəşinə başladı bizi. Noyabrın 1-i. Noyabrın 1-i. Artıq 8 gün qalırdı qələbəmizə. Və mən orada daha öncə olduğuma görə məktəbin altında onların sığınacağı olduğunu bilirdim. Bir yaralıları o sığınacağı, özüm də yaralı idim. Onda sağ tərəf hissədən yaralanmışdım və biz döyüş meydanında sarğını eləməyə effektimiz yox idi. Yəni əlimizdə hər vəsait yox idi. Sadəcə skoçla yaranın üzərinə skoçu vurub və onun üstündən paltarı geyinmişdik. Onun üstündən artıq branjiletlərimizi geyinmişdik. Orada qardaşım zəng elədi ki, biraz səslə ki, yəni birinci dəfə çox qorxmuşdu məndən. Çünki 8 saat yarım xəbəri olmamışdı. Neytralda yaralı qalmışdıq. Mənə zəng elədi ki, telefon vasitəsilə ki, özün də yaralısan, sən Rembosan, niyə atırsan özünü qaynar xəttə? Dedim ki, səni hara qoyublar, orada öz işimi gör, sən məndən narahat olma. Və 83 nəfər bizim taborun 83 nəfərini o sığınacağa çəkməyə sağ olsunlar ki, nail olduq. Və orada səhər saat 7-nin yarısına qədər orada gözlədik. Artıq bizim artilleriya qüvvələri gecə saatlarında ateş edə bilməzdi, çünki yerlərini bəlli edərdilər. Gündüz hava işıqlanan kimi onlar artilleriya ateşi ilə susturdular və biz irəlilədik.
Əsas bilirsiniz demək istədiyim odur ki, biz indi də məktəblərdə vətənpərvərliyin təbliğatı mövzusunda tədbirlər keçiririk. Qazilər özləri könüllü olaraq müraciət edirik. Orta məktəblərdə 247 nömrəli məktəbdə, Bakı Dövlət Universitetində, Azərbaycan Universitetində. Bunun özü bu o demək deyil ki, Azərbaycan ərazisini tam bərpa edibsə artıq bir də bu müharibə bizi gözləmir. Çünki düşmənin xisləti düşmənin xislətində ona bizə qarşı düşmənçilik var. Nə qədər desələr də ki, sülh müqaviləsi imzalanıb, bunu tarix də göstərib. Və müharibə, bu bir aksioma ki, müharibə içkisiz olmur, müharibə yaralısız olmur. Amma böyük bir qürurdur ki, müharibə bu qədər itki ilə başa çatdı və 5 şəhər, 4 qəsəbə, 286 kənd, 3000 şəhid. Bu deməyə bilmərəm, qardaşımız çox peşəkar, həm hərbiçidir, həm də necə gözəl səlis danışır da. Yəni halal olsun. Gör onun o təcrübəsidir ki, o boyda 80 nəfər insanı xilas edib məsələn. Bəli. Mən çox sevinirəm. Yəni çox insanın danışıq qabiliyyəti olmayan olur adam indi savadsız olar, amma gözəl döyüşçü olar. Amma qardaşımız hər tərəflidir maşallah. Təlim böyük əhəmiyyət daşıyır. Təlim olmalıdır. Yəni bunu bizə də Evdə oğlunuz var. Bəli. Neçə yaşı var? 14 yaş. İndi 14 yaşı var. Müharibəyə gedəndə 8 yaşı var idi. 8 səfər 7-8 yaşı var idi. 7-8 yaşı var idi və vurulan helikopter, müharibənin birinci günü vurulan helikopter bizim evimizin 300 metr məsafəsinə düşmüşdü. Və mən evə zəng eləyəndə ki, biz həyətlərdə sığınacaqlar qazıb düzəltmişdilər. Mən də ailəni çıxartmamışdıq biz. Demirəm, biz bilmirdik, onu öyle çıxartmamışdıq. Bilirdik, yəni deyirdik yəqin döyüş təlimi. Deyiblər bəlkə təlimə gedirlər. Ailələr də qalıb dedik, orada. qalın da, çünki ondan qabaq bir neçə dəfə çıxartdıq. Mən evə zəng eləyəndə ki, sığınacağa keçsin, dedi ki, indiki uşaqlar da biraz türk dilinə meyilli daxil. Səyid oradan qışqırır ki, gedim helikopterə baxım, sonra gəlib keçərəm. Uşaqlar öyrəşmişdilər. Məcburiyyət qarşısında artıq mənim indiki şəhid olmuş, şəhadətə ucalmış Hətəmxan Quliyev, Qərəcən rəisimiz. Allah ona qəni-qəni rəhmət eləsin. O mənə təkidlə dedi ki, sən çıx, təcili öz ailəni çıxart, Ağdam 4 yoldan bir maşınla yola sal, təzədən qayıt gəl. Elə onun maşını ilə öz ailəmi və qardaşımın ailəsini, Allah onlarınıza rəhmət eləsin, indiki rəhmətə gedib atam, bir ildir artıq rəhmətə gedib. Rəhmətə getmiş atama zəng elədim, Bərdədə idilər. Dedim ki, mən gəlirəm bacardığım qədər, sən də mənim qabağıma çıx, harda qarşılaya bildin, götür, mən qayıdım. Elə branşletdə, silahda zadda, Bərdənin Çətalparaq kəndində. Bərdəlisiz sən? Hə, bəli, Bərdəli. Bərdənin Çətalparaq kəndində verdim, qayıtdım dala. Biraz keçdi, xəbər gəldi ki, Bərdəni vurublar. Atama dedim ki, bəs ailə üzvlərimizə zəng elədik ki, çıxın da Bərdədən. Dedilər, yox, biz hara çıxırıq, siz orada, biz burada. Hələ mən bura gəlmirdim, sən məni Bərdəyə güclə göndərdin. Mən burada rahatam, narahat olma. Qorxu deyilən bir şey yox idi bizim xalqımızda. Yox idi. Ümumiyyətlə, əsgərlərdə qorxu yox idi. Əsgərlərdə var idi. Qorxu nədən var idi, deyim. Qorxu bir daha yaxınlarını görməmə qorxusu var idi. Əzizlərini bağrına basıb qucaqlaya bilməmə qorxusu var. Hətəmxan bir video çəkib. O videoda, yadınızdadır o video. Onu telefonda nə olar ki, göstərsək. Gedirlər döyüşə, halallıq alır yoldaşından. Deyir, mən gedirəm, birdən nəsə olsa, onun evladı yox imiş. Hətəmxanın. Anası da yox idi. Atası. Tək özü bir də yoldaşı imiş. Yoldaşından halallıq istəyib. Deyir ki, Hətəmxanın evladı olmayıb. Ceyhun qardaşım deyir ki, mənim deyir, oğlum ora gələndə deyirdi ki, atasından qabaq gətirin, mən onu görüm. Biraz söhbət edeyim, sonra aparın atasının yanına. O qədər uşaqları sevir. Mən döyüşə girəndə o mənə döyüşə girəndə dedi, gərək səni qoymayaydım girəsən. Baxın, bu oğlandır. Bilmirəm, yaxından göstərmək olurmu? Olarsa əgər... Keçidə hazırıq, keçirik. İnşallah qələbə bizim olar. Amma işte, şəhid olsam, bilin ki, vətən uğrunda olmuşum. Haqqımızı halal edeyim. Vətən səni sevirəm. Həmişə də sevmişəm, bunu bil. İnşallah sənin duaların nəticəsində sağ qalarıq. Keçərik, düşmən üzərində qələbə çalarıq. Əgər nəsə olsun, haqqı valadır. Allah qəni-qəni rəhmət eləsin. Çox gözəl bir tarixi var. Hətəmxan Quliyev 52 gün neytraldan çıxarda bilmədik onu. 52 gündən sonra dəfn olunub. Hər gün yoldaşının yuxusuna girilmiş və deyilmiş ki, sənə çatdırdığım əmanət çatdı sənə.
Aytaz bacı ilə sonradan danışanda dedi. Aytaz bacı mənə tez-tez zəng edirdi. Biz çox yaxın idik Xətəmxanla. Deyirdi ki, Xətəmxan sənə nəsə verməyib. Deyirdim, valla bacı, mənə belə heç nə verməyib. Əşyaları da otağındadır. Biz bu dəqiqə döyüşdəyik də otağında qalıb. Baxaram. Deyirdi, yox, məndən nəsə çatdırmalıdır o. Nəsə verməlidir. Telefon 52 gün sonra telefonu gəlir Aytaz xanıma. Aytaz xanım telefonda bu videonu götürür. Telefon sönür. 52 gün yağışın suyun altında qalmış telefon sönüb xarab olmur. Bu videonu götürür, telefon sönür. Hara apardıq telefonu düzəldə bilmirik. Başqa heç bir xatirəsi yox. Amma videonu götürə bildiniz. Bir dənə bu videonu götürüb. Sonra deyirlər ki, belə, əlbəttə ki, bunlar yaşayır, bunların ruhu Mən bizimdir. sonradan Aytaz bacı ilə danışandan sonra dedi ki, Ceyhun, inanırsan o telefondan başqa heç nə götürə bilmədim. Elə bil Allaha qurban olum. Allah möhlət verdi ki, o telefondan bir o videonu götürə bildim. Görürsünüz. Hə, yuxuda deyirmiş, yuxusuna Yuxuda girirmiş, deyirmiş deyir, əmanətim əmanət sənə görünür. çatdı. Şəhid olsun. 45 dəqiqə sonra şəhid oldu. 45 dəqiqə sonra da şəhid olub. Bax, bu da bizim Xidmətində qəribə bir oğullar, bu da şey var bizim idi. igidlər. Bax, bu igidlərin sayəsində bugün bütöv Azərbaycan olaraq yaşayırıq. Reklamlara bağlanırıq, reklamlardan sonra birlikdəyik. Günorta efirdəyik. Reklamlar bitdi. Mən isə efirdəyəm və sponsorlarımıza bir təşəkkürümüz var ki, bu da Sleep Baby uşaq bezləridir. Balaca mələklərimizin ən yaxın dostları, körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby-dir. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obturaraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, biz də xoşbəxtik. Sleep Baby-nin nəm salfetləri də var, ətirli, meyvəli və gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə biləcəksiniz. Eləcə sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bugün də əsil nağıl qəhrəmanı kimi hiss etmək istəyir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Wedding, Azərbaycan. Dəniz Weddingdən gəlinlik kirayə götürən hər xanım gəlin bəzəyi üçün Camilla Beauty-dən hədiyyə alır. Bu deməkdir ki, hədiyyə olunur bu gəlin bəzəyi onlara və həyatımızın ən unudulmaz günü üçün xəyallarımızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 0770, Dəniz Wedding, Azərbaycan. Mən Ev Group Construction-dan danışacağım ki, arzularınızı reallığa çevirən ünvandır. Təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir. Evinizdə və ya ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada istəyirsinizsə, doğru seçim F Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction. Əlaqə telefonları 055 666 88 88. Dostlar, həyət evi istəyirsinizsə, torpaq almışsınızsa, F Group Construction sizə bu işdə kömək edəcək. Və biz marketlər şəbəkəsi 25-30 sentyabr tarixinədək biz susuruq, qiymətlər danışacaq kampaniyası start verib. Tam Store marketlər şəbəkəsi. Kampaniya zamanı banan 1 kilosu 1 manat 50 köpük, təzə toyuğun 1 kilosu 3 manat, sümüklü dana əti 1 kilosu 11 manat 98 qəpik. Odur ki, davam edirik. Bu siyahını uzun-uzun deyə bilərəm, amma qeyd eləməliyəm ki, endirimlər davam edir. Biz endirimlərdən yararlanmaq üçün ən azı 10 manatlıq alış-veriş etməliyik. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərdə təklif olunur. Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarında, süd və süd məhsullarında, dondurulmuş xəmir məhsullarında, kərə yağı və bitki yağlarında, makaron, düyü və paxlalı məhsullar, şirniyyatlar, içkilər, təmizlik və baxım məhsulları, eyni zamanda evinizə lazım olacaq kiçik əşyalar belə tətbiq olunub. Tam Store marketlər şəbəkəsi Bakı ilə yanaşı bütöv Azərbaycandadır. Odur ki, bütün filiallar 24 saat qulluğunuzdadır. Tam Store növbəti sponsorumuz idi. Belə, reklamlar da bitdi. Mən elə bu məqamda istərdim ki, sizdən Nuriyə xanım, gözəl bir nəğmə eşidək. Daha sonra bizim gözəl söhbətlərimiz var Nəsibə xanım. Nəsibə xanım, sizdən şeir də istəyəcəm. Biləsiniz bunu. Buyurun. Qarabağım
mənim dünyam, bölünməz ana yurdumsan. Şəhidlərin əmanəti, cənnət məkan diyarımsan. Qarabağım mənim dünyam, bölünməz ana yurdumsan. Şəhidlərin əmanəti, cənnət məkan diyarımsan. Yaşa, yaşa, sən min yaşa, ey qüdrətli Azərbaycan. Yaşa, yaşa, sən min yaşa, ey müstəqil Azərbaycan. Yaşa, yaşa, sən min yaşa, ey qüdrətli Azərbaycan. Yaşa, yaşa, sən min yaşa, ey müstəqil Azərbaycan. Qələbənin sevinci ilə bayram etdi, el obamız dalğalandı, bayrağımız Şuşamızda, Qarabağda. Yaşa, yaşa, sən min yaşa, ey müstəqil Azərbaycan. Qələbənin sevinci ilə bayram etdi, el obamız dalğalandı, bayrağımız Şuşamızda, Qarabağda. Yaşa, yaşa, sən min yaşa, ey müstəqil Azərbaycan. Ey müstəqil Azərbaycan. Komandanın əmri ilə biz haqq yolunda irəlilədik. Tarix yazdıq ordumuzla, məhv elədik düşmənləri. Komandanın əmri ilə biz haqq yolunda irəlilədik. Tarix yazdıq ordumuzla, məhv elədik düşmənləri. Yaşa, yaşa, sən min yaşa, ey qüdrətli Azərbaycan. Yaşa, yaşa, sən min yaşa, ey müstəqil Azərbaycan. Yaşa, yaşa, sən min yaşa, ey qüdrətli Azərbaycan. Yaşa, yaşa, sən min yaşa, ey qüdrətli Azərbaycan. Qələbənin sevinci ilə bayram etdi, el obamız dalğalandı, bayrağımız Şuşamızda, Qarabağda. Yaşa, yaşa, sən min yaşa, ey müstəqil Azərbaycan. Qələbənin sevinci ilə bayram etdi, el obamız dalğalandı, bayrağımız Şuşamızda, Qarabağda. Yaşa, yaşa, sən min yaşa, ey müstəqil Azərbaycan. 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 Bəli, Azərbaycan, müstəqil Azərbaycan, min yaşa, gözəl Azərbaycan.
İlk oxuduğunuz nəğməni özünüz yazmışdınız. Lamiyə xanım, mən ümumiyyətlə o müharibə dövründə baxmayaraq ki, kədər, qəm, qüssə, uşağım ordadır, kürəkənim ordadır, bacımın oğlu ordadır. Yəni biz bir bacımın oğlu isə xüsusi təyinatlarda Naxçıvanda hazır dayanıb. Bilirdiniz ki, o vaxt gedirdi, bir qrup Bəli. gedirdi, sonra bir qrup gedirdi, o biri gəlirdi. Biri də orada hazır dayanıb, təlimdə ki, nə vaxtsa bunlar gələcək. Yəni belə kədər, qəm, qüssə, fikir həddindən artıq çoxdur və bir də televizor, medianı izləyirik, gələn şəhidlər, o yaralı qaziləri görürük, ay ürəyimiz belə qubar edir, yaradır sanki belə o yaranı qanadırsan. Bax, həqiqətən də o dövrü yenə mən yaşayıram, təkrar mən çox kövrəlirəm. Elə bil içimdən keçirdi mahnı bəstələmək. Mən bax indi oxuduğumu da özüm bəstələmişəm. Ürəyinizdəki o səsi yazdınız. Demək olar ki, mən Çıxartdınız. bəlkə bir 10 dənə vətənpərvərlik mövzusunda mahnı bəstələdim. Var idi mənim bəstələrim belə sevgi mövzusunda, digər janrlarda. Amma məhz müharibə dövründə mənim 10 bəstəm ərsəyə gəldi. Bax, indi əvvəl oxudum da, indi oxudum da, hər ikisini özüm Bu da bəstələmişəm, sizindir. bəli. Ay nə gözəl. Çox gözəl. Sözləri də, musiqisi də. Yox, sözləri mənim deyil. Demək, sözləri bir xanım var, onundur. Adı nə idi onun? Nəysə. Verişin sonuna qədər yadımda yadıma salarıq. salacağam. Amma əsas odur ki, siz onu ifa eləmişsiniz. Bəli, Nə bəli, gözəl bəli, ifa bəli. eləmişsiniz. Hə, yəni mən Nuriyə xanım- özüm öz içimdən keçən bir hissdir. Elə bir ki, o hissləri musiqiyə köçürtmüşəm. Köçürtmüsünüz, bəli. Həmin vaxtda kim nə bacarırdı, onu da çalışırdı. Nəsibə Da xanım, Nəsibə xanımın sözünə qüvvət bayaq dedi, mən verilişin Bəli. əvvəlində. Biz Nəsibə xanımla mübarizəmizə bəlkə də 20 il əvvəl başlamışdıq. mən onu deyəcəkdim ki, İndi istəyirəm özü danışsın. buyurun, Nəsibə xanım, sizin danışmaq əslində sözünüz çoxdur, buyurun. Valla mən bunu səmimi deyim. Bilirsiniz ki, bizim toy məclislərimiz olur. Yeri gəlmişkən buradan Firuzə xanımı salamlayıram. Respublikanın əməkdar artisti. Allah Cavanşir bəyə də rəhmət eləsin. Toyların birində mənim jurnalım çap olunurdu, dərgi o vaxtı. Onlara bir dərgi hədiyyə elədim. Tarixçəsini danışıram sizə. Bu da deyir ki, apardım jurnalı, qoydum piyanonun üstünə. Üstündən bir neçə gün keçəndən sonra bəstəkarlardan biri gedər onun evinə, qonaq olar, jurnalı vərəqləyər, götürər şeiri, Türk oğlu şeiri. Aha. Ona bir mahnı yazar. Mənə zəng elədilər. Dedim, valla mən bilmirəm. Nuriyə xanıma müraciət elədim. Heç yadımdan çıxmır. Qardaşım Bilal da götürdüm, getdi yollara. Dedim ki, Nuriyə xanım, bəs belə bir şey var. Bir qulaq asın görək. Nə məsləhət bilirsiniz? Nuriyə xanım sözləri çox bəyəndi. Orada mən demişdim ki, ayağa qalx vətən oğlu, ayağa qalx qoç Koroğlu, torpağını, bayrağını qorumalı Türkün oğlu. Dedim, mən bunu oxuyacağam. Əsər xoşuma gəldi. Düz 20 ilin söhbətidir. 20 il? Bəli. Çünki mən Görürsünüz. o vaxt Nuriyə xanımın qonağı olmuşam Ordubadda. Oğlumun üzr istəyirəm böyüklərdən 3 yaşı var idi. İndi 23 yaşı var. Ona görə dəqiq tarixini tarixi də deyirəm. bilirsiniz. Hə, Nuriyə xanım onu oxudu efirlərdə. İnanın ki, zal qalxırdı ayağa. Hər kəs onu alqışlayırdı. Mənim heç yadımdan çıxmır bu səhnələr. Biz onda Nuriyə xanımın o ifası xalqı, vətəni, milləti döyüşə səsləyirdi. Ayağa O qalx vaxt, deyirdi. bəli, o vaxt Və mahnılarımız mən belə idi. ayağa dur yazmışdım. Bunu da danışım sizə. Nuriyə xanım Türkiyədə mahnını oxumaq istəyib. Deyiblər ki, bəs dur sözü dayan deməkdir. Nuriyə xanım zəng elə. Dedim, sən dur sözünü əzdim. Qalx elə. Qalxla əvəz elə. Ayağa qalx. Qalxın ayağa. Yəni indi hər şeyin bir tarixçəsi olur. Mən bayaq dedim ki, mən sizə təşəkkür eləyirəm ki, bugün gözəl bir verilişdir. Və bu verilişdə əsl vətənpərvərləri yığmısınız. Dediniz qazimiz olacaqdı. Mən bir kitab gətirmişəm. Kitabın adı belədir, Vətən aşiqləriyik. Bu kitab sırf qazilərimizə, şəhidlərimizə həsr olunubdur. Burada başqa bir mövzu yoxdur. Mən bu kitabı qazimizə hədiyyə eləyəcəm. Nə gözəl. Və bir şey də deyim, bu kitabda 3 şeir var ki, eyni adı var, Vətən aşiqləriyik. 1, 2, 3. Qazi qardaş, bir dənə Vətən aşiqləri yazdım, Göstərim sonra o sizə bu şeir getdi, kitabı. itdi. İkinci bir Vətən aşiqləri yazdım. O da yox oldu. Ev köçmə ərəfəsimə düşdü. Üçüncü kərə yazdım. Üçü də oradadır. Nuriyə xanım, siz qəribə bir şeyə baxın. 3 vətən aşiqlərin üçü də ayrı-ayrı şeylər oldu. Üçü də vətən aşiqləri oldu. Yəni o insanın təbi gələndə, içdəki sevgi gələndə içiyi tökürsən, amma sonra üçünü də tapdım, üçünü də çap elədim. Vətən aşiqləri 1, 2, 3. Qazi qardaş,
Buyur Nuriye xanım, buyurun. Hətta elə o mahnıya söz gəlincə qoy onu deyim, yadımızdan çıxmasın. Mənim yadımdadır ki, bəlkə də bir belə 10 il olardı, 10 il keçər üstündən biz Yasamal rayon Yeni Azərbaycan Partiyasının dəstəyi ilə bir hərbi hissəyə getmişdik, orada əsgərlərlə görüşə. Mən orada bu mahnını oxudum. Ayağa qalx ey Türkoğlu. Siz təsəvvür eləyin ki, orada əsgərlər, o komandirlər belə çox qəribə bir hal keçirirdilər. Komandir heç adı yadımda deyil. Bir gəldi, yaxınlaşdı mənə, dedi ki, siz bu nəğmə ilə, bu musiqi ilə deyir, sanki dediniz ki, bu mahnı ilə bu ordu İrəvana qədər gedib çıxar. Bəli, Mənə belə bir görürsünüz. söz işlətdi. İnşallah ki, o da gəldi, yetişdi inşallah, o da olar. Yolumuz Zəngəzuradır. Təbii. Nuriye xanımın çox gözəl bir İrəvan haqqında da mahnısı var. Yəni həqiqətən doğrudan da mən o mahnını eşitdim. Bugün biz burada dəfələrlə kövrəldik. Allah canınızı sağ eləsin. Amma həqiqətən gözəl mahnıdır Nuriye xanım. Qazi qardaş, mən bu şeiri sənə və bütün qazilərimizə həsr etmişəm. Və yeganə məşhurlaşan şeirimdir ki, onun bəstəçisi və ifaçısı yoxdur. 100 mahnının müəllifiyəm, amma yoxdur. Nədən? Kim ifa eləmək istəyirsə, ürəyindən keçir, bir xahiş eləyirəm. Deyirəm, şeiri qazilərimiz sevib, elə oxu ki, mahnını da sevsinlər. Düz demirəm, Mahnı Lamiyə şeiri xanım. programası. Yəni elə şeir var ki, baxırsan çox gözəldir. Söhbət mənim şeirimdən getmir. Çox gözəldir, amma oxunandan sonra şeir bir daha şeir kimi sevilmir. Qartal olub göylərdə ağdımana büründük. Torpağı qucaqlayıb dizin süründük. Öpüb bayrağımızı anda sadiq qalan biz. Yurdunu yağılardan 44 günə alan biz. Vətən aşiqləriyik. Ayağım olmasa da ürəyimlə gedərəm. Gözlərim görməsə də diləyimlə gedərəm. Yenə gəlsə yağlar, yenə də gedərəm mən. Şəhid olan vətən üçün, təki sağ olsun vətən, vətən aşiqləriyik. Koroğlu dəlisiyəm, Babəyimin ərəni, kaş görəydiz Şuşanda yaranan mənzərəni. Qalanı geri alıb, igidlər zəfər çaldı. Adları bu cahanda Şuşa Fatihi qaldı. Vətən aşıqı qaldı. Vətən aşiqləriyik, vətən aşiqləriyik. Sənə və bütün qazilərimizə. Çox Onu da deyim gözəl. ki, Nəsibə xanımın qələmi çox gözəldir. Nəsibə xanımın özü də ailə ilə birlikdə neçənci ildə gəlmisiniz siz? 88-də Nəsibə xanımın bir şeiri var. bəli, Füzuliyə gələn yəni məcburi köçkünlərdəndirlər. İrəvan tərəfdən, yəni Vedibasardan. Vedibasardan, bəli. Bu belə həsrətlə, belə yanıqlı, belə təsirli, söz yığınağı deyil, yaşanmış həyat hekayəsi. Onları belə söylədikcə mən düşünürəm ki, bunların hamısı Nəsibə xanım o qədər içdən yaşayıb ki, onlar hamısı sonradan qələmlə dəftərə süzülüb. Nəsibə xanım, şeiri, sənin şeir dünyan, sənin qələmin çox gözəldir. Allah sənə dəyməsin. Doğrudan da mən də çox kövrəldim bu Yeri şeydə. gəlmişkən bir şey demək istəyirəm. Torpaqlarımız azad oldu. Anamın, atamın ən böyük arzusuydu. O vaxt Vedibasardan gəlmişik Füzuliyə, Füzuldən də gəlmişik sonra Bakıya. Anam, atam onu arzulayırdı. Prezidentimiz efirdən deyəndə qələbə bizimdir. Bir bənd şeir yazdım. Torpaq dedi, bayraq dedi yenilməyən ordun bizə. Hilalımız nur payladı ulduzuyla ömrümüzə. Vətən döndü Gülüstana, yağları qovdu ordum. Gözün aydın olsun ana, azadlığa çıxdı yurdum. Azadlığa çıxdı yurdum. Və maraq bu şeir bir bənd qaldı. İllər sonra mən yenə prezidentimizin çıxışını gördüm. Yenə həmin şeirin ikinci bəndini yazdım. 5 ildən sonra. Azad oldu Qarabağım. Xəbər çatdı Rəvan xana.
Gülür müqəddəs bayrağım, gözün aydın olsun ana. Yol alırıq vedimizə, Göyçəmizə, Zəngəzura, yol alırıq İrəvana, yol alırıq İrəvana. İnşallah. Arzu eləyirəm 3-cü bəndini İrəvanda yazım. İrəvan, inşallah. Siz bir şeir demiştiniz. Sosyal şəbəkələrdə bizim verilişdə demiştiniz. Çox trend oldu. Yəni demək olar ki, hamı o şeirdən danışdı. O da bir gözünüz qalıb qayıtmaq üçün. Mən xahiş edirəm, əgər imkan varsa o şeirdə heç olmasa bir bənd Vedimizə deyil. şeiridir. Bəli. O qədər Çox həyəcanlıyam. kövrəlmişik. İnanın ki, doğrudan da. Siz o qədər böyük bir əsər yazdım Abbasqulu bəy haqqında. Orada mən xüsusilə vedimizə gözəlləmə verdim. Çünki bax mən indi Ordubadda olmuşam. Ordubadın o dərəsini, dağını, gözəlliyini toya getmişəm oradan. Nuriyə xanımın bacısı övladının toyudu. O toyda bir şeir yazmışam Ordubadın qızları. Onu kitaba da salmışam. Yəni həqiqətən boy, buxun, gözəllik dağ qızlarıdır da, yanaqları belə. İndi həmçində Abbasqulu bəy haqqında kitab yazmışam. Söhbət Vedibasardan gedir. Vedinin hansı gözəlliyini deyəsən ki, uşaqlığımdan deyim, gəncliyimdən deyim. Orada belə bir başlamışdım ki, qonaq qardaş, bircə kərə dolan gəl. Süfrəsi nemətlə bol vedimizə. Gör bir haralardan düzəlib gəlir karvan vedimizə, yol vedimizə. Siz gəlməsən, getməsən, görməsən mümkün deyil də. Şeir çox uzundur. Orada bir hissədə yazmışam ki, dur ayağa, ana, dur da, götür məni gedək yurda. Həsrət könlümü ağladır, dözəmirəm daha burada. Bilirsiniz, belə düz mənada başa düşün, yayda Bərdiyə gedirlər, yayda Ordubada gedirlər, Naxçıvana gedirlər, Qubuya, Qusara gedirlər. Bizim getməyə yerimiz yoxdur. Biz də Vedibasarımızı istəyirik. Bilirsiniz, mən Vedibasar haqqında dedim, Lamiyə xanımın verilişində bilmirəm hansı bəndi demişəm. Orada sonunda demişəm ki, harda bir ürəyi xallanmış görsən, həsrətdən gül üzü allanmış görsən, kədəri gözündən sallanmış görsən, yaxınlaş, söylə ki, gəl quraq bardaş. Mən də o kənddənəm, sən də qardaş. Mən də o kənddənəm, o kənddən qardaş. Bizi indi şəhid analar izləyir. Bizi indi Mingəçevirdən qazilər izləyir. Bir salam göndərək onlara, nə olar? Bəli, mən indi reklam arasında telefonuma baxdım və gördüm ki, həm qazilərimiz, həm şəhid ailələrimiz bizi izləyirlər və mən buradan bax bu üç rəngli bayrağın qürurla dağlanmasına səbəb olan şəhidlərimizin analarına salam göndərirəm və onlara təşəkkür edirəm. Çünki təşəkkür edirəm ki, Şairə xanımımız dedi ki, bizim gedəcək yurdumuz yoxdur. Onların sayəsində torpaqlar qayıtdı və onların hal-hazırda sarılacaq övladları yoxdur. Çünki onlardan 44 günlük Vətən müharibəsində 867 evin tək oğlu şəhid olub. Və bir neçəsini də yaxından mən tanıyıram ki, ana heç kimi qalmayıb. Nə həyat yoldaşı, nə digər bir övladı, nə qızı, tək övladım. Şəhid Emin İsmailovun anası Məlayət ana kimi. Bəlkə də çoxlarınız tanıyırsınız. Əllərindən öpürük. Və Mingəçevirdən və digər rayonlardan qazi qardaşlarımız bizi izləyirlər. Ramo qardaşımız, Vasif qardaşımız, elə məni bura göndərən sizi dəvətinizi deyən qardaşımız, Bəxtiyar qardaşımız. Hər birisinə 45 günlük zəfər gününün bir gün öncəsi dedik biz qığılcım gecəsidir də bu. Qığılcım gecəsi ilə əlaqədar təbrik edirəm və şəxsən və onlar da qürurludular ki, zaman gəldikdə bizim dərsliklərimizdə şəhidlərimizin adı gedən dastanlarımız olanda biz qürurla deyəcəyik ki, biz də o şəhid qardaşlarımızla döyüşmüşük. Biz onların yanında heç bir şey eləməmişik. Onlar keçdiyi tarixi yolu addım-addım biz də getmişik. Amma bu bizim üçün bir qürurdur ki, bax, anım günü, zəfər günü həmin o dağları, dərələri o şəhid qardaşlarımızla birlikdə addımlamışıq. Və onların şəhadətini izləmişik. Onların
çox anıları var. Yəni hərəsi bir cür bir anı qoydu. Böyük əksəriyyət şəhidlərimiz siz görürsünüzmü, hamısı bir video. Həmin vaxtı mən də video çəkməyə çalışdım. Daha doğrusu Hətam xan dedi ki, sən də bir video çək. Açdım, amma nitqim qurudu. Heç nə deyə bilmədim. 4 dəqiqəlik bu dəqiqədə durur telefonumda. Heç nə deməmişəm. Ancaq sağı solu çəkmişəm. Artilleriya atəşi səsi gəlir, atılır. Bəzi əsgərlər heç nə deyə bilmədim. Bəlkə də bilirsiniz niyə? Onlar şəhidlərimizin özünə belə əyan olurdu ki, onlar şəhadətə ucalacaq və onlar deyəcək bir söz tapırdılar. Amma bəlkə də içimdən gəldi ki, deyərəm də, növbəti dəfə deyərəm. Bəlkə də içimdən, mən dedim ki, mənlə birinci su qovşana kim girsə, bizim gedəcək hissədən də bir qapaqlı bizə Android telefon işlətməyə icazə vermirdilər də. Qapaqlı sadə telefon işlədirdik. Deyirdim ki, mənlə birinci kim girsə su qovşana, biraz əskərlərdə daha ruh yüksəkliyi yaradır. Bu telefonu ona hədiyyə edəcəm. Bir əskərimiz var idi, Şakir. Cənub bölgəsindəndir, sağ da əskərdə. Salamlayaq burada. Təsəvvür eləyin, boyu balaca, çıxır səngərdən avtomata atır, avtomatın təpməsi atır onu da alır, bir də durur alır. Ki, telefonu səndən mən gedib alacam. Və onun kimi digərləri, əskərlər var idi ki, mən bir Əliyev Anar var idi, Məmmədov Anar var idi. 9 döyüşə girdi, dedi ki, Allah eləsin bu dəfə şəhid olub, heç nə olmadı, burnu da qalamadı. Cəmaət əyilib atış atanda o ayaq üstə atış atırdı. Allahın işidir. Allah bilir kimləri şəhadətə ucaldır, kimlərə qazilik dərəcəsi verir, kimləri bəlkə də Allah ona görə məni şəhadətə ucaltmadı ki, onların yaşadıklarını xalqa çatdırım. Bəlkə də ona görə məni şəhadəti qismət eləmədi ki, onların xatirəsini yaşadım. Mən 13 şəhidin adına kitab çıxarılmasında iştirak eləmişəm. Az da olsa dəstəyim olub. Mən heç vaxt heç nəyi şey eləmirəm. Böyütməyə xoşlamıram. Biz özümüz bir ictimai birlik yaratmışıq. O ictimai birliklə öz bildiyimiz, öz çapımızda hərəkət edirik. 41 şəhid uşaq sünnət eləmişik, 13 kitabı çıxartmışıq, digər şəhid anaları ilə tədbirlər keçmişik. Bəlkə də onlar üçün təsəlli olmağımıza görə bizi saxladı ki, onların hər şəhidin yanından bir nəfəri saxladı ki, onun ailəsinə təsəlli olsun. İndi mən bilirəm, elə şəhid anası var ki, oğlunun yanında xidmət edən əskər axtarır ki, oğlum son dəfə nə dedi? Son dəfə nə hiss elədi? Onu tapanlar da var. O analar, o övladlarını tapanlar. Mingəçevirdə bir ana, 2 oğlu. Mingəçevirdə bir anadır, Neçə dəqiqə 7 anadır. 7 ana, 2 oğlu. 7 ana 2 övladını itirib. Tərtər rayonunda bir nəfərdir, Ağdamda bir nəfərdir, Mingəçevirdə bir nəfərdir. Tərtərdə hətta onlar mülki olublar, dəstək üçün gəliblər. Həm yardım gətiriblər, həm də özləri döyüşə qatıblar. Suqovşana gələn istiqamətdə bir maşında vurulub, ikisi də şəhadət olacaq. Bir ana Mingəçevirdəki anamızı aparıb bir övladını dəfn edib, gəliblər ki, o övladını gətirdilər. Yəni, belə şeylər var ki, baxanda o analara da Allah özü güc verir, belə deyək. Adi bir barmağımız iynə batanda barmağımıza, onun ağrısına dayana bilmirik, acısına dayana bilmirik. Amma canından can getmiş ana bugün qürurla başını qara yaylığını da bağlasa, qürurla başını diş tutur və deyir ki, hər tədbirdə deyir ki, vətən sağ olsun. Mənim oğlum vətənə fəda olsun. Çünki mən oğlumu deyir, vətən üçün böyütmüşdüm, vətənə fəda etmək üçün böyütmüşdüm. O hər ananın deyə biləcəyi söz deyil. Bəlkə mənim anam o sözü deyə bilməyəcəkdi, ona görə şəhid olmadım. Bəlkə mənim anam o ağrını yaşaya bilməyəcəkdi, o acını yaşaya bilməyəcəkdi, ona görə şəhid olmadım. Hər addımda, hər şəhadətdə bir məna var. Hərəsində, bu aksiomadır, bu müharibə içki olmalıdır. 3000-in əvəzinə 4000 də ola bilərdi. Çoxları deyirik, niyə müharibə dayandı, onda deyirdilər də antiterror olana qədər. Bəziləri bu qələbəmizi gözdən salmaq üçün bəzi insanlar deyirdi ki, nə oldu, niyə müharibə dayandı, niyə Laçın alınmadı, niyə Xankəndə alınmadı? Suqovşan 901 metr dəniz səviyyəsindən yüksəklikdə idi və Suqovşanın alınması üçün 700-dən artıq şəhid verilmişdisə, Laçın 3360 metr dəniz səviyyəsindən yüksəklikdədir. Siz oradakı itirəcəyimiz şəhidlərin sayını fikirləşin. O yüksəkliyi və o şəraiti daha oktyabr gəlirdi, daha soyuq aylar gəlirdi, Laçında qar yağacaqdı. Oradakı verəcəyimiz itkini düşünün və Ali Baş Komandanın
belə deyək də ağıllı siyasətini düşünün. Hücum edən tərəf çox itirir. Onlar axı yerlərini Bəli, çoxdan hücum edən tərəf qurublar işlərini. Hücum müharibədə edən itirir. döyüş taktikasında belə bir şey var. 1 bölük, 1 batalyon belə deyək, 100 nəfərlik dəstənin üstünə 300 nəfərlik dəstə getməlidir. Çünki itki ondan daha çox olacaq. O müdafiədədir. Müdafiədə sən hücumdasan. Hücuma 3 dəfə artıq getməlisən. Çoxları bizim cənab prezidentin və ordunun belə deyək də etdiyi qələbəni, qazandığı qələbəni gözdən salmaq üçün bunu deyirlər. Amma mən həmişə deyirəm ki, onu adi bir övladımız qonşuda birinin başına daş atanda, uşağının başına daş atanda, onun atasının, anasının qabağına dura bilmirik. Düzdür. 100 dəfə üzrxahlıq Düzdür, edirik ki, düzdür. üzürlü sayı, övladdır da, uşaqdır, eləyib. Amma Azərbaycan ordusu Qarabağda o cür fədakarlıq göstərdi, şücaət göstərdi. 3000 bizdən oldusa 10 minlərlə erməni ordusunda Bəli. itki itirən oldu. Və Azərbaycan prezidenti bütün dünyanın qarşısında cavabını da verə bildi. O boyda medianın qarşısında yorulmadan neçə saat müsahibə verdi, çaşmadan, təntimədən. 5 dəqiqəlik efirdə 10 dəfə səhvə yol buraxmışam, bəlkə də özürlü sayın. Amma hər adamın işi də hərəsini də öz dilində cavabını verdi. Yaşasın, O da yaşasın gözəl izah Azərbaycanımız. eləyir. Bəli. Mən o qədər alqışlayıram sizi. Yəni bu qədər gözəl, səlis, məntiqli danışıqlar. Yəni həqiqətən də qardaş Allah sənin balalarını qorusun, özün canını sağ eləsin. Nə yaxşı ki, qurban olma Allaha. Bu gün bizimlə birlikdəsən. Yəni bəzən görürsüz ki, qazilərin əməyi, zəhmətini biraz elə bil ki, nisbətən deyək ki, kənarda qalır. Öndə daha çox şəhidlərimizi biz qeyd eləyirik, onlara daha çox. Mən həmişə düşünürəm ki, və bu mənim həmişə içimdədir. Təbii ki, itki evdən gedir, eldən gedir. Nə qədər ağlasaq da, sızlasaq da, o dünyaya gətirən anadır, atadır, onun həyat yoldaşı bir ömür. Uşaqlarını atasız böyüdür, onun üçün çətindir. Yəni, həqiqətən bu dərddir, böyük bir dərddir. Amma bütün bunlara baxmayaraq, hamı vətən dedi. Amma qazilərimiz təsadüf nəticəsində sağ qalıb. Biz buna sevinirik. Heç olmasa, məsələn, mən bayaq dedim, oğlum deyirdi ki, Qarabağdan o yaralı əskərləri Bakıya gətirənə qədər, Gəncəyə gətirənə qədər, onlar yolda qan itirirdilər, qan itirmədən dünyasını dəyişirdilər. Yerində müdaxilə eləmək lazımdır. Ya bu baxımdan da şükür ki, bizim qazilərimiz yaşayır. Şükür ki, bax bayaq dediniz, deməyə bir sözümüz var. Hansısa bir əskəri axtarır anası ki, bəlkə balamın ona ən axırıncı bir sözü olub. Ya bu həyatdır. Bir təsadüf nəticəsində sağ qalırsa, şükürlər olsun Allaha. Amma bütün hallarda müharibə istəmirik. İstəmirik müharibə, sülh istəyirik, həmişə sülh olsun. Bəli, reklamların vaxtıdır. Reklamlardan sonra birlikdə baxaq. Günorta efirdəyik. Reklamlar bitdi dostlar. Mən sponsorlarımıza bir təşəkkür eləyəcəm. Deməli, Sleep Baby uşaq bezlərindən danışacağım ki, təbii ki, uşaqların, balaca mələklərimizin ən yaxın dostlarıdır. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar evladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby. Nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby nəm salfetləri də var, ətirli, meyvəli, gigiyenik, apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Təşəkkürlər Sleep Baby-yə. Eləcə, dostlar, sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bugün də əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Wedding, Azərbaycan. Unutmayaq ki, Dəniz Weddingdən gəlinliyi götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyədir. Həyatımızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 0770. Dəniz Wedding, Azərbaycan. Ev Group Construction
Arzularınızı reallığa çevirən ünvan, təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir. Evinizdə və ya ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada istəyirsinizsə, doğru seçim F Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction. Əlaqə nömrələri 055 666 88 88. Ev, təmir, mebel işləri, interyer, dizayn, hər şey nə axtarırsınızsa tikinti üçün F Group Construction-a müraciət edəcəksiniz. Eləcə, Tam Store marketlər şəbəkəsi. Endirimlərimiz davam edir. Dostlar, 25-30 sentyabr tarixlərində biz Susuruq qiymətlər danışacaq kampaniyasına start veririk. Kampaniya zamanı bananın 1 kilosu 1 manat 50 qəpik, təzə toyuğun 1 kilosu 3 manat, sümüklü dana ətinin 1 kilosu 11 manat 98 qəpik. Qeyd edək ki, endirimlər digər məhsullarda 10 manatlıq alış-veriş etdikdən sonra gerçəkləşəcək. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunur. Kampaniya zamanı endirimlər seçilmiş ət, doyuq və ət məhsullarında, süd və süd məhsullarında, dondurulmuş xəmir məhsullarında, kərə yağı, bitki yağları, makaron, düyü, paxlalı məhsullar, şirniyyatlar, içkilər, təmizlik və baxım məhsullarında eyni zamanda evimizdə lazım olan kiçik əşyalarda da belə tətbiq olunur. Tam Store marketlər şəbəkəsi Bakı ilə yanaşı şəbəkənin bütün filiallarında keçərli olacaq. Bütün filiallar 24 saat müştərilərimizin xidmətindədir. Bütöv Azərbaycanda olan Tam Store'larda marketlər var. Belə, mən təbii ki, təşəkkür edirəm hər birinizə. Gözəl söhbətlərimiz, xatirələr, anılar, şeirlər, necə deyim, bax bu dəqiqə bizi səngərdə deməyək, bütöv Azərbaycanda gözləyən, izləyən əskərlərimiz var. Bugün vətənimizi qoruyan əskərlərimiz var sərhədlərimizdə. Səngər deyəndə özüm qorxuram ki, yenə müharibə vaxtına qayıdıram. Amma sərhədlərimizdə çox gözəl bizi qoruyan əskərlərimiz var. Soyuğu var, istisi var, yağışı var, qarı var. Salamlayırıq hər birisini. Bütün əskərlərimizə can sağlığı arzulayırıq. Ali Baş Komandanımıza can sağlığı arzulayırıq. Vətəni qoruyan müzəffər ordumuz da ki, maşallah, hamıya can sağlığı arzulayırıq və burada yaşayan xalqımıza can sağlığı arzulayırıq. Azərbaycan xalqına can sağlığı arzulayırıq. Bu çox vacibdir. Bəli, 27 sentyabr həyatımıza, ömrümüzə tarix yazıldı. Biz bu tarixi yaşadıq. Nuriyə xanım, Nəsibə xanım, Zaur da məndən razılaşar. Düz indi gənclər bir ayrıdır, amma biz bu tarixi yaşadıq. 88-ci ildən torpaqları qoyub Azərbaycana köçən, vedini qoyan, Zəngəzuru, ay sağ olun, onları buraxıb da Azərbaycana köçən. Bax, o vaxtdan başlayan. Hamısı müqəddəs torpaqlardır, hamısı Türk torpaqlarıdır, hamısı İrəvanımızın, alınmaz qalamızın torpaqlarıdır. İnşallah ki, geriyə qayıdacağıq da. Yəni, bu tarixi biz 88-dən belə yaşaya-yaşaya gəldik də, müharibələr görə-görə, torpaqların alınmaları, getmələri. Amma nə gözəl, nə böyük Allahımız var ki, nə gözəl ordumuz var ki, biz o verdiyimiz torpaqları geri almağını da yaşadıq. 200 il idi bizim torpaqları geri alan. Allah prezidentimizə can sağlığı versin. Allah ordumuzu qorusun, Allah qazilərimizi qorusun, can sağlığı versin. Allah şəhidlərimizi rəhmət eləsin. Mən buradan şəhid analarımıza üz tutmaq istəyirəm. Əziz analar, əllərinizdən öpürəm, ürəyinizdən öpürəm. Hər zaman yanınızdayam, siz də mənim yanımda olursunuz. Təşəkkür eləyirəm. Mən bilirəm artıq bu neçə gündür başlayıb artıq bizim analarımız həyəcanla il dönümləri qeyd eləyirlər. Mən xüsusi siz təşəkkür dediniz. Təşəkkür eləmək istəyirəm o bəstəkarlara ki, mənim vətənpərvər şeirlərimə mahnılar bəstələdilər. Təşəkkür eləyirəm o müğənnilərə ki, onlar bu mahnıları bütün tədbirlərdə ifa elədilər. Necə ki, Nuriyə xanımla açılış oldu Türkoğlu ilə. İnanın, bax, şəhid anası Gülyana xanım oxudu. Və xüsusi təşəkkür eləyirəm Firuzə İbadovaya, yeni bir vətənpərvər mövzumuz üçün. Gülyana xanıma, Gülyaz xanıma və çox adamın adını çəkmək istəmirəm, unudaram. Rəhlə xanım Bəndəliyevə ki, onlar şəhid mahnılarını bir-bir ifa eləyirlər. Sonuncu 3 şəhid mahnımızı Gülyaz xanım ifa eləyib. Özdə o qədər belə canla,
bilirsiniz, analarımızın təsəlli yeridir. Mənim balam əbədiləşsin, adına bir yol verilsin, bir küçə, bir məktəb, nəsə bir şey. Onların təsəlli yerləridir, övladlarının həmçinin. Mən ümumiyyətlə bu qeyrətli xalqımıza təşəkkür eləyirəm ki, belə gündə hamısı əlbir oldu. Mən Türk oğlu şeirimdə yazmışam ki, Türk ildırım, qasırğa dünyanın günəşidir, yer üzünü isidən birliyin atəşidir. Bir olan xalqımıza can sağlığı, uğurlar arzulayıram. onu demək Zəfər istəyirəm, günləriniz mübarək olsun demək istəyirəm əzizlərim. Bəli, az qalıb. Müharibə Qələbəmizin istəmirik. 5 illiyini qeyd eləyəcəyik. Qələbəmizin 5 illiyinə Ordu və xalq vəhdəti oldu bu. Ordu və xalq. Bir yerdən digər bir yerə irəliləyərkən xalqın çoxlarınız görmüsünüz video görüntüləri. Biz onun canlı şahidləri olmuşuq ki, bir balaca bir qazan yemək, bir yarım çörəyi qoya biləcək gücə sahib olan qadın belə maşından istəyirdi ki, xalqa, əskərə nəsə versin. Bəli. Çox üzr istəyirəm sizdən. Bir ziyalı xanım var, Zəhrə xanım. Onu çoxları tanıyır, yaşı çoxdur. Zəhrə xanım bir qrup yaratdı. O qrupda mən də var idim. Bütün günü deyirdi, qızlar, kimin gücü nəyə çatır? İsti corab, əlcək, kimin gücü Amma nəyə ordumuzun çatır? ona ehtiyacı yox idi. Ehtiyac olmasa da, o sərçə məsələsini Bizim bilirsiniz ordumuzun də. heç nəyə ehtiyacı Deyir, yox idi. sərçə, sənin bir dimdik suyuna ehtiyacın yoxdur. Analıq deyir mən. hissi. Analıq hissi, qadınlıq Bəli. hissi. Mən buradan Bacılıq Zəhrə xanıma hissi. da təşəkkür eləyirəm ki, o vaxtlar yəni bizim ağlımıza gəlməyən ideyaları verirdi. Bilirsiniz, əskər üçün məktub yazılırdı. Bəli. Sonunda yazılırdı ki, səni sevirəm, yoluyu gözləyirəm. Bilirsiniz bu səngərdə olan əskər üçün nədir? Ona ehtiyacı var idi. Aldınız o məktublardan. Gələn corabın içindən çıxmışdı. Mən sonradan gəldim o şagirdi tapdım məktəbdə. Məktəbin nömrəsini yazmışdı. Aha, nə yazmışdı? Biz sizə güvənirik, bilirik ki, bizim torpaqlarımızı azad edəcəksiniz və çalışın sağ qalın. Oy. 4-cü sinif şagirdidir. Çalışın sağ qalın. 143 yoxsa 148 nömrəli məktəb idi. Məndə evdə qalır, biraz yaddaş o deyil deyə yadımda qalmayıb. Mən gəldim o şagirdi tapdım. Bilirsiniz, həm də siz bayaqlar dediniz, Azərbaycan xalqı 200 illik tarixdə Bəli, 200. gözəl bir vəhdət, belə deyək də, tarixi yaşadılar ki, hələ bu günə qədər 200 il ərzində kimsə deməmişdi ki, mən öz torpağını geri alan Azərbaycanın nümayəndəsiyəm. Amma həm ordunun ordu mənsubları deyir ki, mən 200 illik tarixdə öz torpağını geri qaytaran ordunun mənsubuyam. Həm sərkərdəmiz, prezidentimiz, yəni heç bir sərkərdə öz torpağını geri qaytarmayıb da 200 il tarixdə. Bu danılmaz faktdır. Ancaq bizimki. Həm də xalqımız deyir ki, yəni mən o tarixi yaşamışam. Bəli. İllər sonra Azərbaycan tarixi kitablarında bu yazılanda bəlkə də biz yaşayacağıq, bəlkə də yaşamayacaq, amma bizim övladlarımız deyəcək ki, biz o nəslin nümayəndəsiyik. Necə ki, zamanında deyirdik ki, Babəkin, Koroğlunun, Qasaq Nəbinin nəslinin nümayəndəsiyik. Mənim qarşıma çıxırdı, deyirdi, mən Qasaq Nəbinin kötüzəsiyəm. Fəxrlə deyirdi. İndi təsəvvür eləyin ki, bir neçə il sonra bir gənc çıxacaq qarşımıza və deyəcək ki, mən Hətəm xanın nəslinin nümayəndəsiyəm. Mən Feyzinin nəslinin nümayəndəsiyəm. Polad Həşimovu yuxuda görürsünüz tez-tez. Məsələn, çox maraqlıdır. Tez-tez yox, bir kərə gördüm. Bir kərə, aha. Məsələ belə oldu. Polad Həşimovun nəşi gələndə mən televizorda gördüm bunu. Həyatda onu tanımamışam. Allah onu qəni-qəni rəhmət eləsin bütün Allah rəhmət şəhidlərimizi. eləsin. Şeir yazdım. Elə gördüyümü yazdım ha. Karvan düzəlib yola. Bu şəhid karvanıdır. Sarvanın başı üstə dalğalanan üç rəngli bayraq şəhid qanıdır. Bununla başladım. Və bunu bir şəhid qızı var, Pərvin Ərzənalı. Füzuli rayonundan Qarabağ müharibəsində 90-cı ildə şəhidimizin qızıdır. Özdə rejissorluq fakültəsində oxuyur. Bu şeiri bu qız götürüb səsləndirər və Instagrama qoyar. Yəni mənim Instagram, Face bu şəbəkələrdə Bu yoxam. müharibədən qabaq olub. Yox, müharibə ərəfəsində. Ərəfəsində. Hə. Üstündən bir müddət keçdi. Mənə zəng gəldi ki, bəs Nəsibə xanım, biz sizin bir şeirinizi götürmüşük. Bəstəkar Məmməd Cəfərov Gəncədən. Onu da salamlayıram. Yaşlı bir insandır, dəyərli ziyalımızdır, mədəniyyət xadimidir, əməkdar artistdir. Belə dedim, sağ olun, təşəkkür eləyirəm. Dedim, mən buna bir kantata hazırlayıram. Yəni dedim ki, belə söz deyənlər çox olur. Sözün açığı da. Yəni 3 günün biri deyirlər filan şeirin belə qaldı. Mən də yoldaydım, dəqiq məlumatım olmadı. Belə qaldı
Bir gün işdən gəlib yorğun yatmışdım. Gün orta saatları idi. 3-4 radələri. Yuxuda gördüm ki, mən həyatda namaz qılan adam deyiləm. Namaz qılıram. Ayağımın altında belə köhnə bir xalça var. Əyilib qalxdıqca baxıram xalçaya. Bir də gördüm Polad Haşimov gəldi, xalçanın ayağımın altından dartdı. Deyirəm tez qutarsaydı namazım. Polada deyərdim ki, qardaş qurban olum sən. Bu köhnə xalçam da onu maniyə çox gördün. Allahımıza and olsun. Şəhidlərin ruhu haqqında danışmaq yalandır. Nəysə, bu getdi, bir də əyilib qalxanda gördüm gözəl bir xalça. Ayağımın altına saldı. İndi də deyirəm ki, tez namazı qutarım. Deyim ki, ay Polad, çox sağ ol, təşəkkür eləyirəm. Bax, belə həvəslə namazımı qıldım, Polad uzaqlaşdı. Namaz qutaranda uzaqlaşdı, əl eləyirəm, Polad. Polad belə gülümsədi, getdi. Yuxudan ayıldım, eyni nömrədən 32 dəfə zəng gəlib. Adətən bizdə belə bir vahimə yaranır ki, görəsəm 3-5 yığdı, bəsdir də, bu 32 dəfə nə zəngdir. Ayıldım ki, otaq nömrəsidir. 92 idi, yoxsa 98 idi, bəli, şəhər nömrəsi. Bəstəkarlar İttifaqındandır. Bəs həmin kantata yer tutub Zəfər günü münasibəti ilə dəvətnaməsi də durur məndə, arxivimdə saxlayıram. Sizə 5 dəvətnamə ayırmışıq, sadəcə əsərin adı elə yazılmayıbdır. Bəstəkar da deyir ki, mən Instagramdan götürdüm, adsız idi, qız elə birbaşa şeiri deyir. Mən bir nəfəsə dedim ki, oğlum. Və orada xahiş eləyirəm, yazın ki, səsləndirin ki, Polad Həşimova və bütün şəhidlərimizə həsr olunub. O əsər sarayda səsləndi, Heydər Əliyev adına sarayda səsləndi, Zəfər günü münasibəti ilə. Mədəniyyət nazirimiz bizlə görüşdü. Bunlar hamısı var, YouTube kanalında yerləşdirmişəm. Və elə bir həyatımda rol oynadı. O gözü yaşlı, yuxusuz gecələrimdə ki, yazdığım o mahnılar, şeirlər var idi ki, mən onu içdən yazırdım, sevgi ilə yazırdım. Tanımadığım Polad Haşimova həsr elədim və Polad mənim yuxuma girdi. Təsəvvür edirsiniz, nəşi gələndə. Və Allah canını sağ eləsin prezidentimizin, mən tərəqqi medalına layiq görüldüm. Orada mən səhnəyə çağıranda dedilər ki, vətənpərvər mahnıların müəllifi. Siz inanın, bu söz mənim qulağımda həmişə səslənir. Məni mən eləyən, məni vətənpərvər eləyən torpağım oldu, bayrağım oldu. Nağ axıdılan qanlarımız oldu, qazilərimiz oldu, şəhidlərimiz oldu. Bir də mən həmişə hər yerdə, Türkiyədə də çıxışımda demişəm ki, heç vaxt deməyin bizim 3000 şəhidimiz var. Bəs şəhidimizin ataları, anaları, övladları, vallahi hamısı yaralıdır. Və mən qazilərimizə baxanda nə qədər dik dursa da, nə qədər şax dursa da canları yaralıdır. Əlini itirən var, qolunu itirən var, gözünü itirən var. Düzdürmü mənim qardaşım? Mənim öz əmim oğlu hər 2 ayağını itiribdir. Bilirsiniz, yəni çox çətin bir ağır mövzudur bu mövzuda danışmaq. Amma mən demək istəyirəm ki, bizim möhtəşəm Azərbaycanımız var. Bizim xalqımız gözəl xalqdır, mehriban xalqdır, can bir xalqdır. İcazə versəydiniz bir dənə Azərbaycan şeiri deyərdim. Əlbəttə ki. Əlbəttə ki. Sən dünyaya gələndə məmləkətim, məkanım. Kim qoyubdur adını mənim Azərbaycanım? Nə qədər məna vardır 4 hecalı adında. Canı sənə can deyir, doğmanın da, yadın da. Azərin, Baycanın var, səndən götürülüb adlar. Xəzansız gülüstansan sənə göz tikir yadlar. Zülmətlərə nur verən ay yazılıb sözünə. Sonra da can kəlməsi yer alıbdı özünə. Dilimizin haycanı səndən alıb aycanı. Adıyla tanıyıbdı dünya Azərbaycanı. Ər sözü var sinəndə. Ərlik özü var səndə, milyonların gizlənib ərə birləşən zərdə. Azərin, Baycanın var, hay canın, ay canım var, səndən gözəli varmı cənnət misallı diyar? Adın ilkdir, əzəldir, ərin, zərin, gözəldir, bütün aləm yığılıb sənin seyrinə gəldi. Vətənimin adısan, nə söyləyim bilmirəm. Hər kəs özü oxusun, artıq heç nə demirəm.
Sənlə nəfəs alıram, həqiqətin nə danım, damardan axan qanım, sənə qurbandı canım, can can Azərbaycanım, can can Azərbaycanım. Mən siz danışın, mən danışa bilmirəm. Ümumiyyətcə Çox gözəl şairlərimiz Azərbaycan haqqında yazdığı şeirlərin böyük əksəriyyətini elə bil gənclərimiz yaşayırlar. Siz yazdığınız şeiri gənclər yaşadığını yazmısınız. Həmçinin Azərbaycan Respublikasının dövlət himni. 44 günlük Vətən müharibəsində o dövlət himnini Azərbaycan ordusu yerinə yetirdi. Səndən ötürü qan tökməyə, səndən ötürü can verməyə. Yəni Azərbaycandan ötürü həm qan tökdülər, həm can verdilər, amma Azərbaycanı bütöv Azərbaycan elədilər. Allah sizdən razı olsun, çox gözəl şey. Mən sizə bir şey deyim. Mən təşəkkür eləyirəm buradan Təhsil Nazirliyimizə. Mənim bu Azərbaycan şeirimi və Türk soy şeirim var. Yeri gəlmişkən bəstəkar İlhami Adil qızını salamlayıram. O şeiri gözəl mahnı bəstələdi. Bizim sevimli bəstəkarımız İlhami xanım çox möhtəşəm bir əsər qoydu ortaya. Aytən Məhərrəmova onu 1 iyun Beynəlxalq Uşaqlar Günündə Şuşada ifa elədi öz tələbələri ilə, şagirdləri ilə. Yer tutdu, mükafata layiq görüldü və bilmirəm necə deyim sizə. O da dərsliyə götürülüb Azərbaycan şeiri və Türk soy şeiri. Nə gözəl. Yəni biz də gücümüz çatan qədər bu gün yazırıqsa, yaradırıqsa, gələcək nəslə bir iz qoymalıyıq. Qoymalıyıq ki, onlar da bundan bəhrələnsinlər. Belə. Mən istəyirəm bir söz də mən deyim. Ümumiyyətlə, bəzən elə olur ki, biz əlamətdar günlərdə vətənpərvərlik hisslərini daha çox aşılayırıq. Milli mənəvi dəyərlərimizin təbliği ilə daha çox məşğul oluruq. Mediada, televiziyada, nə bilim, hər yerdə. Amma mən düşünürəm ki, bu həmişə belə olmalıdır. Sadəcə gündən günə, tarixdən tarixə deyil. Yəni, vətən, torpaq, dövlət, dövlətin sütunu, ordu, bütün bunların hamısının bir arada olması, inkişaf eləməsi, yüksəlməsi, böyüməsi nədən başlayır? Bayaq dedi. Gənclərin, tələbələrin və hətta bağçaya gedən körpələrin düzgün tərbiyəsi, düzgün təbliğatdan aldığı dərs vətənə, millətə, ölkəyə, dövlətə tək Azərbaycan deyil də ümumilikdə ümumi bəşəri dəyərlərə hörmətlə yanaşmaq kamil bir insan olmaq deməkdir. Biz də kamil insanların yaranması, olması, inkişafı üçün gözəl təbliğatlar etməliyik. Gözəl şeyləri daha çox paylaşmalıyıq, onları göstərməliyik. Sadəcə tarixdən tarixə deyil. Çünki millətin, bir millət deyir ki, kasıbçılıqdan, yoxsulluqdan, nə bilim, nədən məhv olmaz. Amma bir millətin milli mənəvi dəyərləri gedərsə, əxlaqı, mədəniyyəti gedərsə, o millət məhv olar gedər. Yəni, bəzən görürsünüz ki, çox şeylərdə bunları nəzərə almırıq. Reyting xatirinə, nə bilim, nə xatirinə bu gözəl millətin gözəl ənənələrini qoyuruq bir tərəfə, o xoşa gəlməyən şeyləri daha çox qabartıb, daha çox üzə çıxarıb göstəririk. Biz o deyilik axı, bizim belə oğullarımız var. Biz o deyilik axı, 44 günə Qarabağı düşməndən azad edən qeyrətli, namuslu, şərəfli oğullarımız var. Onları doğan ləyaqətli analar var. Onların yolunu gözləyən namuslu, qeyrətli xanımlar var. Onların böyütdüyü qızlar, oğlanlar var ki, onlar bugün ali təhsil alır, dünyanın ən belə deyək, öndə gedən nüfuzlu universitetlərində dərs alıb, vətənə qayıdıb, bu vətənə xidmət etmək üçün əllərindən, canlarından gələni edirlər. Axı biz o deyilik, biz elə buyuq. Məncə bu daha çox təbliğ olunmalıdır. Bu təbliğ olunarsa heç nəyə ehtiyac yoxdur. Hər şey öz axarı ilə gözəl bir şəkildə gedəcək. Təsadüfi deyil ki, əvvəl mən 86-cı il təvəllüdəmdə bizim məktəbdə tətillər vaxtı bizi aparırdılar hara botanika bağlarına. Bizi aparırdılar muzeylərə, amma bir neçə gün öncə mənim liseydən övladıma razılıq ərizəsi göndərmişdilər ki, 25 sentyabrda Şəhidlər Xiyabanı və Qəhrəmanlar Parkını
Qənimətlər Parkını Bəli, izləmək üçün bəli. aparacağıq. Etirazınız yoxdursa qol çəkin. Bu bir növ məndə və mənim kimi mən inanıram ki, qazilərin özündə bir qürur idi də. Yəni qürur verir ki, mənim övladım mənim qazandığım qələbənin belə deyək, tarixini görməyə gedir. Və bizdən sonrakı nəsillər də bunu görəcək. Və xanım dediyi kimi hər bir güclü kişinin arxasında bir güclü qadın var. Bəli. Müharibədən sonra bizim yaşadığımız o psixoloji problemləri, bizim durumumuzu bizlə bir yerdə yaşadan bizim qadınlarımız olur. Qadınlarımız var. Bəli, el bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılarımı könül candan. Azərbaycan, Azərbaycan. Xoşça qalın. Günorta efirdeyik.